Decide whether the statements are true or false. Qərar verin ki, cümlələr doğru yoxsa yanlışdır. Birinci cümləmizdə there is a very special theater in Sweden. İsveçrədə xüsusi bir teatr var deyir və mətnin ilk verilən cümləsində bu məlumat qeyd olunmuşdur ki, in Sweden there is a very special theater made completely from ice and snow. Bu səbəbdən biz birincini true hesab edirik. İkinci cümləmizdə everything in the theater turns into liquid. Yəni teatrda olan hər şey maye halına çevrilir. Yanlışdır, çünki yalnız qış fəslində bu teatr açılır ki, çünki hava isti olarsa onlar əriməyə başlayır. Qış fəslində isə təbii ki, donmuş vəziyyətdə istifadə olunur. The temperature in the theater is normal. Teatrdakı temperatur normaldır. Soyuq idi, cold yazılmalı idi ki, cümlə doğru hesab olunsun. Ona görə biz 3-cü cümləni də false götürmüş olacağıq. Və 4-cü cümləmizdə many people enjoy the mix of art and the nature in this theater. Yəni bir çox insanlar bu teatrda təbiətdən və incəsənətin qarşımından, yəni zövq alırlar. Yenə də düzgün cavab hesab olunur, çünki mətnin son paragrafında many people visit this place every year to enjoy the mix of art and nature deyə məlumatımız qeyd olunmuşdur. Demək, mətnə əsasən birinci cümləmiz true, ikinci cümləmiz və üçüncü cümləmiz false, dördüncü cümləmiz true